Bugünkü pasientimiz 61 yaşlı xanım, bir oynaq 3-4, o biri isə artıq 4-cü dərəcəyə çatdırılmış bir vəziyyətdədir. Yeriyəndə, pilləkən çıxıb düşüb qalxanda, ayaqüstü çox qalanda, dizlərdə olan ağrı, xırtıltı səsləri bu şikayətlərin əsasını təşkil edir. Belə durumlarda həmişə pasientdən soruşur, doktor, mən bu problemlə oynağım yeyilməsindən necə bir dəfə ömürlük qurtara bilərəm? Varmı elə bir üsul? Bəli, var. Bax, məhz kök hüceyrə yeganə üsuldur ki, kök hüceyrə üsulu oynaq problemi həllini bir dəfəmlik kökündən həll edir. Görüntülərdən görürsünüz, kəsik yox, tikiş yox, xəstə xəstəxanada qalmır. Göbək ətrafından xəstənin özündən ancaq aldığımız piy hüceyrələrini, piy toxumasını xüsusi aparatlardan, filtrədən keçirərək bizə lazım olan sağlam, çox saylı kök hüceyrələri ayıraraq sonra oynaq daxilinə yeridirik. Oynaq daxilinə düşdüyü andan kök hüceyrələrdə başlayır bərpa işlərinə. Harda ki, qırdaqda zədələnmə var, yeyilmə var, onu yeniləyərək kök hüceyrə yeni qırdağa çevrilərək xəstəmizi bu problemdən bir dəfəmlik qurtara bilir. Ümid edirəm inşallah bizim xanım pasiyentimiz də bu ağrılardan kök hüceyrə vasitəsilə tamamilə azad olacaq və ömrünün sonuna qədər sağlam, ağrısız həyatına davam edəcək. Təşəkkür edirəm.